Bu məbləğ ya kreditə zamin duran şəxs ya da vətəndaşın varisləri tərəfindən ödənilir. Ancaq kreditin fərqli növlərində ödənişlərdə müxtəlif üsullarla tənzimlənir. Məsələn, kredit həyat sığortasında bu proses tam fərqlidir. Təbii ki, ölüm halında yerdə qalan məbləğin tam hissəsini sığorta şirkəti qarşılayır. 50 dərəcəsi baş verərsə, faiz dərəcəsinə uyğun olan nisbətdə də sığorta şirkətləri vətəndaşın borcunu ödəyir. Kredit həyat sığortası həyat sığorta növüdür və bu gün vətəndaşlar bununla bağlı banklara kifayət qədər müraciətlər edirlər. Vətəndaşın götürdüyü kredit məbləğindən və yaşından asılı olaraq kredit həyat sığortasının məbləği də dəyişir. Məsələnin hüquqi tərəfləri də var. Həyat sığortası olan şəxslər ki, öz həyatını sığortalayıblar, o şəxslər üçün kredit götürüblər və kredit borcları var. Həmin şəxslər deməli, hər bir halda vəfat etdikdən sonra onun kreditlərini sığorta şirkəti ödəməlidir. Lakin burada müəyyən risklər var. Risklər nədən ibarətdir? Məsələn, həmin şəxs intihar edibsə, həmin şəxs müəyyən yoluxucu xəstəliklərdən vəfat edibsə və sair hallarda ola bilər ki, sığorta müqaviləsində bu hallar göstərildikdə sığorta şirkəti tərəfindən həmin kredit ödənilməsin. Beləliklə, sığortanın bu növü ölüm və ya əlillik olduğu təqdirdə borclananların və onların ailələrinin çətin şəraitdə maliyyə sıxıntılarından qorunmaları üçün mühüm əhəmiyyət kəsb edir. Nigar Babayeva, Nail Şahbazov, Telesəhər.